Fonetika bölməsindən belə bir sualın izahına baxaq. Larlər şəkilçisi hansı nümunələrdə vurğu qəbul edib? Qeyd edək ki, bu şəkilçiyə biz həm isimlərdə cəm şəkilçisi kimi, həm də feillərdə şəxs cəmiyyət sonluğu kimi rast gəlirik. İsimlərdə cəmlik bildirən larlər vurğu qəbul edən şəkilçi olur. Məsələn, kitablar, qələmlər sözündə olduğu kimi. Feillərə qoşulub şəxs cəmiyyət anlayışı bildirən larlər isə əsasən vurğu qəbul etmir. Amma diqqətli olmaq lazımdır ki, şühudi keçmiş zaman, əmr və şərt şəkillərinə qoşulan larlər şəxs sonluğu vurğu qəbul edə bilir. Birinci cümlədə qeyd olunur ki, belə qalmaz, bir gün bu dünya düzələr. Düzələr sözündə ilk baxışda adama elə gəlir ki, larlər şəkilçisi var, amma diqqətlə baxsaq görərik ki, sözün kökü düz, düzdən düzəl, düzəlmək feili yaranıb, burada aləl şəkilçisi var. Daha sonra isə ona arər şəkilçisi, yəni qeyri-geti gələcək zamanın şəkilçisi qoşulmuşdu və beləliklə də bu sözdə ümumiyyətlə larlər şəkilçisinə biz rast gələ bilmirik. İkinci cümlədə mən öz yerimə sadiqəm. Necə ki, sadiq olur ağaclar getdiyi yerə. Burada ağaclar sözündəki lar cəm şəkilçisidir və vurğu qəbul edir. Ona görə də bu cavabı doğru hesab edirik. İllər boyu neçə dərdə dözüb dayanır, qəfil sevincindən yıxılır adam. Yenə illər sözündə cəm şəkilçisidir və vurğu qəbul edir. Anasının narıncı koftasını iyiləyib yatan bu uşağı birdən narıncı inqilabın qucağına atdılar. Baxın, atdılarda lar şəxs sonluğudur. Şühudi keçmiş zamana qoşulduğuna görə vurğu qəbul edir. Atdılar şəklində deməli tələffüz olunur və vurğu sonuncuların üzərinə düşür. İnsanı arxadan ötüb keçərlər, ay məni qarşıdan ötüb keçən qız. Burada keçərlər sözündəki lər şəxs sonluğudur, amma qeyri-geti gələcək zamana qoşulduğundan vurğu qəbul etmir. Biz bunu keçərlər şəklində deməli deyirik və vurğu lərdən əvvələ düşür. Bunu da götürmürük. Cavabımız 2, 3, 4 A variantına uyğun gəlmiş olur.